Ümumiyyətlə bütün peyğəmbər, İslam nəzərində bütün peyğəmbərlər çox dəyərli şəxsiyyətlərdir. Onların hər biri müxtəlif xüsusiyyətləri ilə önə çıxır. Yəni biri səbri baxımından, biri o həyatında yaşadığı çətinliklərlə, biri başqa cəhəti ilə ön plana çıxır. Həzrət İsa İslam dininə görə ulul əzm peyğəmbərlərdəndir. Quran-Kərimin ifadəsidir bu. Ulul əzm əzmkarlıq sahibi. Yəni ən yüksək, ən seçilmiş peyğəmbərlər. Burada 5 peyğəmbərin adı çəkilir. İslam alimləri bunu 5 şəkildə sıralayır. Həzrəti Nuh bunlardan biridir. Həzrəti Musa, Həzrəti İsa, İbrahim və Həzrəti Muhammed. Onların o həyat yoluna baxanda böyük çətinliklərə məruz qalmaları, ağır imtahanlardan keçmələri və buna qarşı səbr etmələri onlar bu ulul əzm peyğəmbərlərdən sayılmasına gətirib çıxardı. Yəni, İslam ədəbiyyatında bunun xüsusi yeri var. Quran-Kərimdə də bununla bağlı ifadələr var. Quran-Kərimin ifadəsi ilə biz onlardan heç birini bir-birindən ayırmarıq deyir. Bu açıq Quran ifadələridir. Amma nəticə etibarilə hamısı dəyərlidir, hamısı üstün şəxsiyyətlərdir və onların bir baxıma bir insan olaraq aləmlərdən üstün yaradıldığı, bütün digər insanlardan üstün olduqları, həm onlara verilən o imtahan məziyyəti qarşısındakı göstərdikləri səbr, mətanət, əzmkarlıqla başa çıxma qabiliyyətləri hesabı ilə onlar hamısı böyük şəxsiyyətlər həm Allah qatında, həm də İslam nəzərində möminlərin qatında, yəni inananların nəzərində dəyərli şəxsiyyətlər hesab olunur.